meşədə yaşayan tülkü və durna dost olmuşdular. Tülkü dostu durnanı evinə qonaq çağırdı. O, dostu üçün dovğa bişirmişdi. Dovğanı dayaz qablara tökdü və durnanın qarşısına qoydu. Lakin çox ac olan durna heç bir şey yeyə bilmədi. Nə qədər qabı dimdiklədisə, ağzına yemək getmədi. Tülkü isə öz növbəsində yeməyini yedi və bitirdi. Yummy. Səhərsi gün durna tülkünü qonaq çağırdı. Dadlı yemək bişirib dar boğazlı qablara tökdü. Yeməyi tülkünün qabağına qoyub dedi: "Nuş olsun tülkü qardaş." Tülkü çox çalışsa da bilmədi ki, yeməyi necə yesin. Durna asanlıqla yeməyin hamısını yedi. Tülkü ac qarnına geri qayıtmalı oldu və həmin gündən onların dostluğu pozuldu. Bəs sizcə dostlar niyə?